Sabahınız hayır olsun aziz ve sevimli. Neçəncisiniz? Üçüncü sınıf. Üçüncü sınıf şagirdləri. Fevral ayının həm də qış fəslinin sonuncu dərs günündə hər birinizə xoş gördük. Xoş gördük. Bugün həm də bilirsiniz nə günüdür uşaqlar? Bəli, bugün həm də su çərşənbəsidir. Su çərşənbəsi münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Siz deyəcəm? Biz Siz də məni təbrik edirsiniz. Çox sağ olun, çox təşəkkür edirəm. Arzu edirəm ki, qarşıdan gələn bahar bayramı, bizim yeni ilimiz uşaqlar yanınızda saxlayın ki, müsəlman aləminin yeni ili martın 20-sindən sonra qədəm qoyur. Bəli, martın 20-sindən sonra müsəlman aləminin yeni ili qədəm qoyur. Mən də sizi bahar bayramının ilk çərşənbəsi olan su çərşənbəsi münasibəti ilə ürəkdən təbrik edirəm. Hər birinizə su qədər təmiz, su qədər şəffaf və su qədər, necə deyim sizə, dəyərli bir ömür arzu edirəm. Arzu edirəm ki, həyatınız su qədər axarlı, bol, necə deyim sizə, təmiz, şəffaf, nurlu, bərəkətli olsun. Şagirdlər, sonuncu dəfə biz 4-cü bölmənin 3-cü dərsini keçmişdik. Bugün isə 4-cü bölmənin 4-cü dərsini keçəcəyik. Həmişəki kimi yenə də artıq 3-cü dərsdir ki, irad bildirirəm. Artıq bugün mən 3-cü dərsdir ki, irad bildirirəm. İrad bildirmək tamam başqa şeydir. Görüb görməzdən gəlmək bu başqa şeydir. Çox müəllimlər var ki, əksər müəllimlər var ki, görür, görməzdən gəlir. Görür, amma gördüyünü görməzdən gəlir. Mən isə dilimlə irad bildirdiyim 3-cü dərsdir ki, görürəm ki, Asif yenə də nə kitab gətirib, nə lüğət gətirib, nə dərsliyi gətirib, nə dəftər gətirib. Asif həmişəki kimi bugün ingilis dili dərsinə heç nə gətirməyib. Güzel oğlum, niyə gətirmirsən ingilis dili? Sənin kitabın da var. Hanı sənin kitabın? Haradadır? Evdədir. İtirməmisən ki? Yox. İtirmirsən kitabını? İtirmirsən kitabını? Ucadan gel. Haradadır bəs kitabın? Evdədir. Bəs lüğətin anı? O da evdədir. Lüğətini itirməmisən ki? Dedim, bəlkə itirmirsən. Bəzən olur ki, hansısa bir şagird, hətta yuxarı siniflərdə belə dərsliyi gətirmir. Lüğət gətirmir. Soruşursan ki, ay şagird, sənin dərsliyin hanı? Dərsə gəlmirsən də, niyə kitab gətirməmisən? Deyir ki, müəllim, mən kitabımı itirmişəm.